Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 21 dekabr 2025 tarixində Zəfər kurslarının ikinci bloklar üçün keçirmiş olduğu sınaq imtahanında düşən riyaziyyat suallarının izahlarını paylaşacağım. Birinci sualda deyir ki, x kvadrat plus bx plus c ifadəsinin kökləri 4 və 6 olarsa b plus c cəmini tapın. Viet teoreminə əsasən c kökləri hasil edir. Kökləri hasili, köklərimiz 4 və 6-dırsa, c-nin qiyməti deməli 24-dür. B isə əks işarə ilə köklərin cəminə bərabərdir. Onda köklərin cəmi əks işarə ilə dediyimə görə qarşıya mənfi qoyuram və köklərin cəmini tapıram ki, bərabərdir mənfi 10-a. Burada isə B plus C cəmini istəyir. B deməli mənfi 10-dur, C də 24-dür. Toplasaq cavab edəcək 14. Doğru cavab D variantı. Növbəti ikinci sual. M mənfi 2 olduqda ifadəsinin qiymətini tapın. M-in yerinə burada aparıb mənfi 2 qoyuruq. Mənfi 2-nin kvadratı çıx 3 vurulsun mənfi 2. Mənfi 2-nin kvadratı müsbət 4 edir. 3-ü də mənfi 2-yə varanda mənfi 6 edir. O mənfi 6 qarşıdakı çıxmanı toplamaya çevirir və cavab edir 10. Doğru cavab B variantı. Üçüncü sualda 70-in 20%-ni tapın. Ədədin faizini tapmaq üçün ədəd faiz göstərilən ədədə vurulub 100-ə bölünür. Sıfırları burada ixtisar edəsək, 7-in 2-yə vuranda cavab edir 14%. Doğru cavab B variantı. Baxaq növbəti suala. Aşağıdakılardan hansı şərhlənmiş hissəyə uyğundur? Burada fikir versəz, A çoxluğu bax bu çoxluqdur. Düzdürmü? Bu çoxluqdan haranı çıxardıblar? A ilə B-nin kəsişmə hissəsini çıxardıblar. Deməli, A çoxluğunun A ilə B-nin kəsişməsindən fərqli olan hissələri bizdə şərhlənibdir. O da eləyir E variantıdır ki, yəni A ilə B-nin kəsişməsi A çoxluğunun A ilə B-nin kəsişməsindən fərqli elementləri doğru cavabdır. E variantı. Növbəti 5-ci sualda A kvadratı kiçikdir A olduqda ifadəsini ala biləcək tam qiymətlərin sayını tapın. Burada A-nı keçirdirəm sol tərəfə, kiçikdir 0. A-nı mörtəzə xaricdən çıxartsaq, A çıx 1 kiçikdir 0. Sıfırlarını tapsaq, hasildir də. Deməli, bir dəfə A-nı 0-a bərabər edirəm. Bir dəfə də buradakı A çıx 1-i 0-a bərabər edirəm. A olur 1. Deməli, aralıq, interval versək 0-1 aralığında birdən böyük bir qiymətlər gətirib burada bərabərsizliyimizdə birdən böyük qiymətlər qoyuram. Məsələn, 2 qoyuram, eləyir müsbət qiymət alır. Bax, burada A-nın yerinə 2 qoyuram, görürəm cavab müsbətdir. 0-1 arasında bir qiymət qoyuram. Məsələn, 0,5 deyək. Görürəm, mənfi oldu işarə. 0-dan kiçik qiymət gətirib bura qoysam, yenə müsbət olacaq. Bizə lazımdır kiçikdir 0. Yəni, A-nın düşdüyü aralıq 0 ilə 1 arasındadır. Bizdə isə 7A plus 3 ifadəsinin düşəcəyi aralığı soruşur. Onda bu hissəni almışamsa, axı 7A-dır bizdə. Hər tərəfini bunun 7-yə vururam ki, mən 7A-nı tapım. Onda olacaq bərabərsizliyimiz belə. 0 kiçikdir 7A, kiçikdir 7-dən. İndi isə hər tərəfinə 3 əlavə edirəm ki, ortada 7A üstə gəl 3 olsun. Onda burada üstə gəl 3, burada üstə gəl 3. Bura oldu 3, ortada 7A üstə gəl 3, burada isə 10. Yəni 7A üstə gəl 3-ün düşdüyü aralıq 3 ilə 10 arasındadır. 3 ilə 10 arasında hansı tam ədədləri ala bilər? 4, 5, 6, 7, 8 və 9. Deməli, 6 dənə tam qiymət alacaq. Doğru cavab A variantı. Növbəti sual. Qonşu bucaqlardan birinin 5 misli, digərinin 4 mislinə bərabərdir. 2 qonşu bucaq götürsək, biri x olar, biri y olar. Deyir, x-in 5 misli, yəni 5x, y-in 4 mislinə, yəni 4y-ə bərabərdir. Biz də bilirik ki, qonşu bucaqların cəmi həmişə 180 dərəcəyə bərabər olur. Buradan gəlin x-i tapaq, 180 çıx y-dir və x-in bu qiymətini gətirib burada x-in yerinə yazaq. 5 vurulsun 180 çıx y bərabərdir 4y-ə. Vurub açıram, 5-i 180-də vuranda 900, 5-i y-ə vuranda 5y bərabərdir 4y-ə. 5y işarəsini dəyişib 4y-in yanına keçir. 4y-in üstünə 5y bərabər olur 900-ə. Toplasaq 9y bərabərdir 900-ə, y də bərabərdir 900-ü 9-a bölürəm, eləyir 100. Deməli, bucaqlardan biri 100 dərəcədir, digəri isə onun qonşu bucağı daxı 180-dan 100 çıxıram, digəri də 80 dərəcə olur. Bunların fərqinin modulunu istəyir. Yəni, 100 dərəcədən çıxıram 80 dərəcəni və cavab qalır 20 dərəcə. Doğru cavab 20 E variantı. Baxaq növbəti suala.
7-ci sual. Ədəd oxunda 5 ədədindən 8 vahid solda yerləşən ədəd. Deməli, bir ədəddən solda yerləşən ədədi tapmaq üçün həmin ədəddən çıxırıq, neçə vahid soldadırsa onu. Məsələn, 5-dən çıxıram 8-i və tapıram ki, 5 ədədindən 8 vahid solda yerləşən ədəd -3-dür. -2 ədədindən 9 vahid sağda yerləşən ədədi isə bunu sağda yerləşən ədədi tapmaq üçün isə üzərinə əlavə edirik. -2-nin üzərinə 9 əlavə edəndə eləyir 7. Deməli, bu nöqtə 7-dir, bu nöqtə də -3-dür. Və bizə deyir ki, -3 ilə 7 arasındakı məsafəni tap. Bu məsafəni tapmaq üçün 7-dən -3-ü çıxmaq lazımdır. Bu da eləyir 7 üstəgəl 3, cavab olur 10. Doğru cavab B variantı. Baxaq növbəti suala. 8. A çıxılsın 2B ifadəsi 6-ya bərabərdir. Bu ifadənin qiymətini istəyir. Gəlin bu ifadəni müxtəsər vurma düsturuna əsasən, köməkçi müxtəsər vurma düsturuna əsasən. Bax, bu şəkildə yazaq. A çıx 2B-nin kvadratı plus 4AB. Bax, bunu həqiqətən açanda fikir verin. Müxtəsərə görə açıram. A kvadratı çıx, birinci ilə ikinci A-sinin 2 misli, üstəgəl, ikincinin kvadratı 4B kvadratı. Bir də üstəgəl bunu yazanda bununla bu gedir və həqiqətən nəticədə bizdən tələb olunan, bax, bu ifadə qalır. Bizdən də bunu tapmaq tələb olunur da, düz deyil. Onda mən köməkçi müxtəsər vurma düsturuna əsasən bunun əvəzinə yuxarıda verdiyim ifadəni yazıram və artıq verilənləri aparıb yerinə qoyuram. A çıx 2B bizə 6 verilib. 6-nın kvadratı üstəgəl 4AB. AB hasilimizdə 4 verilibdir. 6-nın kvadratı 36 edir. 4 4-ə vuranda 16 edir. 36-nın üstünə 16 gələndə cavab edir 52. Doğru cavab C variantı. Növbəti üçbucağın daxili bucaqları 1, 2, 3 nisbətindədir. Deməli, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Bir nisbətində bir x-dırsa, digəri 2x, digəri də 3x-dir. Və bu cəm 180-də bərabər edirəm. 6x 180-dırsa, x-i tapıram ki, 30 dərəcədir. Deməli, onda mənim bucaqlarımın biri 30 dərəcə, digəri 2-yə vursam 60 dərəcə, o birisi isə 3-ə vuranda 90 dərəcədir. Belə çıxır ki, bu 3 bucaq düz bucaqlı 3 bucaqdır. Bu 30 dərəcə, bu da 60 dərəcə. Və bizə deyir ki, üçbucağın böyük tərəfinin uzunluğunun kiçik tərəfinin uzunluğuna nisbəti tapın. Böyük bucağın qarşısında böyük tərəf durur. Deməli, mənim ən böyük tərəfim 90 dərəcənin qarşısında durandır. Ən kiçik tərəfim isə 30 dərəcənin qarşısında durandır. Biz də bilirik ki, düzbucaqlı üçbucaqda 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər olur. Onda bu x olanda bizim hipotenuzumuz 2x olacaq. Və bizə deyir 2x-in kiçik tərəfə, yəni x-a nisbəti cavab edir 2. Doğru cavab B variantı. Baxaq növbəti suala. 10-cu sualda aşağıdakilərdən hansı tam ədəddir? Gəlin bunları qüvvət şəklində yazaq. İlk öncə, bax, bunu yazacağım qüvvət kimi. Bu 5 üstündə 2-də 1 deməkdir. Sonra 5 üstündə, bax, bu ikincini yazıram. İkinci 2 dənə radikalın içindədir. Bax, bu şəkildədir. Bu şəkildəni qüvvət şəklində yazmaq üçün bunun da dərəcəsi 2-dir, bunun da dərəcəsi 2-dir. Və biz bu 2-ni bu 2-yə vurub 5 üstündə 4-də 1 yazırıq. Üçüncüyə fikir versəz, üçüncü 3 dənə radikalın içindədir, bax, içəridəki 5. Onda 3 dənə 2-ni bir-birinə vururuq və 5 üstündə 8-də 1 olaraq yazırıq. Vəssalam, hər birini qüvvət şəklinə çevirdikdən sonra əsasları ilə olan qüvvətləri vuranda qüvvətlər toplanır. Gəlin toplayaq. 5 üstündə 2-də 1 üstəgəl, 4-də 1 üstəgəl, 8-də 1. Qüvvətləri toplasaq, 5 üstündə 2-də 1 üstəgəl, 4-də 1 üstəgəl, 8-də 1. Gəlin hamısının məxrəclərini 8-ə gətirək. Bunun məxrəci eləyəcək 8-də 2-də 1-i məxrəci 8-ə gətirəndə 8-də 4 eləyir. 4-də 1-i 8-ə gətirsəm sürət məxrəcini 2-yə vurmalıyam. 8-də 2 eləyir. Bu da 8-də 1. Toplayanda 5 üstündə 8-də 4, 6, 7. Deməli, bizə verilən bu ədəd 5 üstündə 8-də 7 deməkdir. İndi bunlardan, yəni burada variantlarda verilən hansı qüvvəti mən bunun üstündə yazsam, tam ədəd alınar cavabım. Məsələn, A bəndində 2 verilibdir. Gəlin bunun üstünü 2 yazaq. Qüvvətini tapanda qüvvətlər bir-birinə vurulur. Məsələn, 8-ə 7-ni 2-yə vuranda 8 ilə 2 ixtisar gedir, qalır 4-də 7. Qüvvətim yenə kəsirdir də. Kəsirdirsə bu necə tam ədəd eləsin? Deməli, mən qüvvətdə elə ədəd yazmalıyam ki, həmin ədəd 8-ə tam bölünsün ki, 8 ilə tam olaraq ixtisar getsin. Variantlara baxıram ki, 8-ə tam bölünən ədəd 2 deyil, 4 8-ə bölünmür, 6 8-ə bölünmür, 9 8-ə bölünmür. Deməli, bu 16 olmalıdır ki,
Mən bunun üstündə 16 yazanda 8 ilə 16 ixtisar getsin, burada 2 qalsın və cavab 5 üstündə 7 vur 2 14. Bu tam ədəddir. Yəni 5-in 14 dəfə öz-özünə vurulması təbii ki, burada cavab tam ədəd edəcək. Doğru cavab E variantı. Növbəti sual, 72-nin neçə sadə böləni var? Bunun üçün 72-ni sadə vuruqlara ayırmaq lazımdır. 2, 36, 18, 2, 9, 3, 3, 3 və 1. Sadə bölən müxtəlif sadə vuruğu sayı ilə tapılır. Neçə dənə müxtəlif sadə vuruğu varsa, o qədər də sadə böləni var. 1 və 2. 2 dənə, deməli, müxtəlif sadə vuruğu olduğu üçün 2 dənə də sadə böləni var. Doğru cavab A variantı. 12-də, deməli, NA fərqlidir B, üstəgəl MB fərqlidir A bərabərdir 40. Gəlin A-nın B-nin birləşməsinin düsturunu yazaq. Bunun düsturu A-nın B-dən fərqli elementləri, üstəgəl B-nin A-dan fərqli elementləri, üstəgəl onların kəsişməsinin elementləri ilə tapılır. Burada bizə verilənləri yerinə yazaq. Bax, NA birləşir B-nin əvəzinə yazacam bunu. 4 vurulsun, NA kəsişir B yazacam. Bərabərdir. NA fərqlidir B, üstəgəl MB fərqlidir A. Bizə burada 40 verilibdir. Yazıram əvəzinə 40. Üstəgəl NA kəsişir B. Sonra buradan NA kəsişir B bu hissəyə keçəndə 4 NA kəsişir B-dən, NA kəsişir B-ni çıxanda 3 vurulsun, NA kəsişir B qalır. Bərabərdir 40-a. Burada da NA kəsişir B bərabərdir 3-də 40-a. Bizdən nə istəyir? NA kəsişir B-ni tapın deyir. Bu sualda səhvlik var, belə deyək də. Yəni cavab alınmır. 3-də 40 alınır. O tipdə də variantda cavablar bizə verməyiblər. Düsturu düz yazırıq. Düstur da səhv deyil. Yəni bu sualın cavabı yoxdur, belə deyim. Cavabda səhvlik verir. Ya misalda rəqəmlər səhv verilibdir, ona görə cavab çıxmır. Ona görə bu sualın cavabını deməyəcəm, hansı variantdır. Yəni əgər sual da səhv salınıbsa, yəqin ki, şagirdlərin xeyrinə bunun cavabı götürürlər. Növbəti suala baxaq. Yəni biz sərf eləmirik. Çıxanda 3. Belə, baxaq növbəti suala. 13-də. 6 x üstü m, y üstü n, z bir hədisinin qüvvəti əmsalından 3 dəfə böyükdür. Gəlin bunun qüvvətini yazaq. Qüvvət nədir? Bax, üstlərinin cəmi deməkdir də. M üstəgəl, n üstəgəl 1. Bu bizim qüvvətimizdir. Əmsalından 3 dəfə böyükdür. Əmsalımız nədir burada? 6. 6-dan 3 dəfə böyük nə eləyir? 18. Deməli, bunun qüvvəti 18-ə bərabərdir. Buradan m üstəgəl n cəmini tapıram ki, 18 çıx 1, 17 edir. Və bizə deyir, m-in hasilinin ən böyük qiymətini tapın. M-nə hansı qiymətlər verə bilərik ki, cəmimiz 17 eləsin? Təbii ki, 1, 16, 2, 15, 3, 14. Bu şəkildə verə bilərəm. 4, 13, 5, 12, 6, 11, 7, 10, 8, 9... Belə, yəni bu ədədləri versək, bizim cəmimiz 17-dir. Bəs bunların hansının hasili ən böyükdür? Ən böyük hansının hasilidir? Təbii ki, 8-i 9-a vuranda eləyir 72. Deməli, elə cavabımız 72-dir. Yəni, ən böyük hasil burada 72 alınır, B variantı. Burada hasilə fikir verin 16, burada hasilə 30, burada hasil 50, deməli 42. Sonra burada hasil 52, burada hasil 60, burada hasil 66, burada da hasil 70. Yəni ən böyük hasil burada 72 olaraq alınır. Doğru cavab B variantı. Növbəti 14-cü sualda deyir modula B-dən kiçikdirsə, AB mənfi ədəd olarsa aşağıdakılardan hansı doğrudur? Bizə deyir ki, A-nın modulu B-dən kiçik ədəddir. Deməli B müsbət ədəddir. B nəyə görə müsbətdir? Çünki A-nın modulu A istəyir mənfi ədəd olsun, istəyir müsbət ədəd olsun. Onun modulundan müsbət çıxacaq. Və B-nin bundan böyük olması üçün təbii ki, B mütləq nə olmalıdır? Müsbət olmalıdır ki, bundan böyük ola bilsin. Və AB hasili mənfi ədəddirsə, mən B-ni tapdım ki, B müsbətdir də mütləq. Deməli, A burada mütləq mənfi ədəddir ki, bunların hasili mənfi eləsin. A-nın da mənfi olduğunu tapdıq. Əssalam, ona uyğun cavabı tapırıq ki,
A mənfi ədəddir, yəni A sıfırdan kiçikdir. B isə müsbət ədəddir, yəni sıfırdan böyükdür. Doğru cavab D variantı. Növbəti suala baxaq. 15-də tənliklər sistemindən A-nı tapın. Gəlin tapaq. Bu tənliklər sisteminin mən bunun hər tərəfini 3-ə vururam. Nəyə görə vururam? Aşağıdakı ilə toplayanda B-lər getsin deyə. 3 böl A çıx 3 böl B bərabərdir 9 edir. Burada da 2 böl A üstə gəl 3 böl B bərabərdir 11. İndi bu bərabərsliyi tərəf-tərəfə toplaya bilərəm. 3 böl A-nın üstünə 2 böl A gələndə 5 böl A edir. Bunlar toplayanda 0 edir. Burada isə 9 ilə 11-i toplayanda edir 20. 20A bərabərdir 5-ə. Tənasübdən bu məxrəci 1-dir. Bu şəkildə tənasüb kimi vurdum. A da bərabərdir 20-də 5-ə. İxtisar eləsəm sürət və məxrəci 5-ə eləyəcək 4-də 1. Doğru cavab B variantı. 16. AB parçası üzərində C nöqtəsi qeyd olunmuşdur. Gəlin AB parçasımızı çəkək. Bax bu AB parçamızdır. Üzərində bir C nöqtəsi qeyd olunmuşdur. AC parçasının uzunluğu, bax AC parçasının uzunluğu BC parçasının uzunluğundan 20% böyükdür. BC'nin uzunluğu x olsa, bu ondan 20% böyük. X-dan 20% böyük demək, x-in 120%-ni de tapmaq deməkdir. İxtisar eləsəm, biraz sıfırlar gedir. 2-yə də ixtisar eləsəm 5-də 6x. Deməli, onda AC parçası 5-də 6x, CB parçası isə x olacaq. AB parçasının uzunluğu 11-dir. A-dan B-yə qədər uzunluq 11-dir. Gəlin toplayaq. 5-də 6x-in üstünə x gəlirəm, bərabərdə 11-ə. Ortaq məxrəc 5-dir. Bunun qabağı 5-də 5-dir. 5-in üstünə 6 gələndə 11x bərabərdə 11-ə. 11-lər ixtisar gedir, x olur 5. Deməli, tapdıq ki, x 5-dir. Bizdən AC parçasının uzunluğunu, yəni AC buradan bura. O nə idi? 5-də 6x idi də, bunu istəyir. Gətirib x-in qiymətini qoyuram yerinə. 5-də 6 vur 5, 5-lər ixtisar gedir, cavab qalır 6. Doğru cavab A variantı. Baxaq növbəti 17-ci suala. 5-də 3 hissəsi 30 olan ədədi tapın. Bunun üçün 30-u 5-də 3-ə bölmək lazımdır. Hissəsini bir ədəd tapanda ədəd hissə göstərən kəsrə bölünür. 30-u vurmalıyam 3-də 5-ə. 3 ilə 30 ixtisar gedir 10 qalır. Onu da 5-ə vuranda eləyir 50. Doğru cavab E variantı. 18. Tənliyin kökü 2 olarsa B-ni tapın. Tənliyin kökü 2-dirsə aparıb x-in yerinə 2 qoyuram. 2 plus 4 bərabərdir 2 vurulsun B-yə. 2-nin üstünə 4 gələndə 6. 3-ə vuranda 18 bərabərdir 2B-yə. B də bərabərdir. 18-i 2-yə böləndə eləyir 9. Doğru cavab D variantı. Baxaq növbəti suala. 19. AK parçası ABC üçbucağının tən bölənidir. BC 10'dur. Bax BC haradır bura? 10'dur uzunluğumuz. Sonra AB 6'dır. AB bura 6'dır. AC 12'dir. KC parçasının uzunluğunu bizdən tapmaq istəyir. KC'yə x desəm, axı BC 10 idi. Onda BK 10 çıx x olacaq. Və AK da tənbölən olduğuna görə tənbölənin əsas xassəsi nədir? Nisbətlər bərabərdir. AB-nin BK-ya nisbəti AC-nin KC-yə nisbətinə bərabər olmalıdır. AB 6'dır, BK 10 çıx x-dir. AC 12'dir, KC də x-dir. Məsələn, nisbətimizi yazdıq, artıq tənasüb kimi həll edə bilərik. Qabaqcadan gələn 6 ilə 12-ni ixtisar edək 6-ya. Biraz ədədlərimiz kiçilsin. İndi tənasüb kimi vururam. X-i 1-ə vuranda x, 2-ni 10 çıx x-a vururam. Edir belə, x bərabərdir 20 çıx 2x. 2x belə keçir, x-dan toplanır. 3x bərabərdir 20-yə, x də bərabərdir 3-də 20-yə. 3-də 20 demək, 6 tam 3-də 2 deməkdir. Doğru cavab C variantı. Növbəti sual. Həll edin deyir. Mənfi 5-in kvadratı. Bax, görürsünüz, bu mənfi 5-i mötərizəyə almayıbsa, deməli bu kvadrat mənfi 5-ə, yəni mənfiyə aid deyil. Onda bunun cavabı mənfi 25 edəcək. Burada isə görürsünüz mötərizədədir. Amma tək dərəcədən qüvvətdir. Tək dərəcədən qüvvətdə mənfi ədəd elə mənfi olaraq da qalır. Mənfi 2-nin kubu mənfi 8 edir. Vururam mənfi 6-ya. Eləyir cavab mənfi 25. Mənfi 8-i mənfi 6-ya vuranda müsbət 48 edir. Mənfi 25-in üstünə 48 gəlmək demək, çıxmaq deməkdir. Yəni 48-dən 25 çıxırıq. Cavab qalır 23. Doğru cavab B variantı. Baxaq növbəti suala.
150 və 120 ədədlərinin ən böyük ortaq böləni, yəni əbobunu tapırıq. 120 və 150 ədədini. Bunu mörtəzə xaricinə çıxartmaqla da eləmək olar, sadə qruplara ayırmaqla da eləmək olar. Elə 30-dur görsənir. Elə 120-ni ayırsam 2, 60, 2, 30, 2, 15, 3, 5, 5, 1. 150-ni sadə qruplara ayırıram. 2 dəfə 75, 3 dəfə 25, 5, 5 dəfə, 5 dəfə, 1 dəfə. Əbob tapanda hər ikisində iştirak edən elementlər götürülür. Bax, bir dənə 2 hər ikisində iştirak edir, bir dənə 3 hər ikisində iştirak edir və bir dənə 5 hər ikisində iştirak edir. Deməli 2 vur 3 vur 5 cavab edir 30. Doğru cavab 1 dəqiqə 6 30. Bəli. Doğru cavab C variantı. Növbəti sual. 22-də -3x böyükdür 21-dən. Hər tərəfi -3-ə bölürəm. Mənfi ədədə böləndə bərabərsizlik işarəsi əksinə dəyişir. 21-i -3-ə böləndə edir -7. -7-dən kiçik qiymətlərdir, deməli x-in qiymətləri. Doğru cavab mənfi sonsuzluq -7. A variantı. Baxaq növbəti suala. 23-də kök hətta 13 ədədinin tam hissəsi m olarsa m kvadratını tapın. Kök hətta 13 hansı tam kvadratların arasındadır? Kök hətta 9 ilə kök hətta deməli 16 arasındadır. 9-dan 3 çıxır, 16-dan da 4 çıxır. Deməli kök hətta 13-ün tam hissəsi 3-dür. Yəni bu 13-dən təxminən 3 tam nə qədərsə çıxır. Tam hissə 3-dür. Burada da m kvadratını tap da 3-ün kvadratı cavab edir 9. Doğru cavab 9. Növbəti 24-də düz xətt üzərində 6 nöqtə qeyd olunub. Alınan parçaların sayını tapın. Düz xətt üzərində n sayda nöqtə varsa, burada alınan parçaların sayı n vurulsun n çıx 1 bölü 2 ilə hesablanır. 6 vur, 6 çıx 1 5 bölü 2. 2 ilə 6 ixtisar gedir 3, 3 ilə 5-ə vuranda cavab edir 15. Baxaq növbəti suala. Tənasübdür. Tənasübün kənar ədədlərinin asili orta ədədlərin asilinə bərabərdir. 3 vur x bərabərdir 24 vurulsun 7-yə. Buradan da x bərabərdir. 3 ilə 24-ü ixtisar edirəm 8, 8 ilə 7-yə vuranda 56. Doğru cavab x olur 56. Baxaq növbəti suala. ABC üçbucağında m-in orta xəttir. Orta xətt hansı tərəfə ki paraleldir, həmin tərəfin yarısına bərabər olur. Yəni buradan AC bərabərdir 2m-ə. Onda AC-nin uzunluğunu 3x çıx 9 verib bərabərdir 2m-ə. M-in də uzunluğunu 6 verib. 2-ni də vururam 6-ya. 3x çıx 9 bərabərdir 2-ni 6-ya vuranda 12. 3x bərabərdir 12-nin üstünə 9 gəlirəm 21. X də bərabərdir 21-i 3-ə bölürəm 7. Doğru cavab x 7-dir. Nə istəyir x-i? Doğru cavab 7. Baxaq növbəti suala. Uyğunluğu müəyyən edin. Birinci, -3 ilə 7 arasındakı tam ədədlərdir də, tam qiymətlər soruşduğuna görə tam qiymətlərə baxıram. -3 ilə 7 arasında -2, -1, 0, 1, 2, 3, 4, 5 və 6 yerləşir. Neçə dənə tam ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə tam ədəd var. Deməli C. 1-ə uyğun gəlir C. İkincini, -4, 2 arasında. -4 də daxildir. Fikir verin, altda xətt qoyub. 2 də daxildir. Deməli olacaq -4, -3, -2, -1, 0, 1 və 2. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6 və 7 dənə. 7 dənə, yəni E. 2-yə uyğun gəlir E. 3-ə isə 0-5 arasında. 0 daxil deyil, görürsünüz altdan xətt qoymayıb. Amma 5 daxildir. 5-in altına xətt qoyub. Deməli 1, 2, 3, 4 və 5. 1, 2, 3, 4, 5. 5 dənə də buna daxildir. 3-ə deməli D variantı uyğun gəlir. Baxaq növbəti suala. Növbəti sual. Həyətdə ördək və quzular var. Onların başlarının sayı 35. Deməli, ördəklərin sayını x götürsək, quzuların sayını y götürsək, başlarının sayı 35-dir. Başlarının sayı deyəndə hər ördəyin, hər quzunun bir dənə başı var da. Deməli, onların saylarının cəmi 35-dir. Ayaqlarının sayı 100-dür. Hər ördəyin 2 dənə ayağı var, 2x. Hər quzunun 4 dənə ayağı var, 4y. Cəmi ayaqlarının sayı 100-dür. Buradan x-i yox, bizdən quzunu istəyir. Y-i tapmalıyam. Gəlin, -2-yə vuraq birinci tənliyin hər tərəfini ki, x-lar yoxa çıxsın. -2x çıx 2y bərabərdir -70. 2x plus 4y bərabərdir 100. Tərəf-tərəfə toplasam, x-lar getdi. 4y çıx 2y, 2y qalır.
100-dən 70 çıxanda 30, y olur 15. Deməli, həyətdə 15 dənə quzu var. 28-ci sualın cavabı 15-dir. Sonra 29-da nə deyir? Quzuların sayını neçə faiz artırsaq ördəklər qədər olar? Gəlin ördəklərin də sayını tapaq. Onların ikisinin bir yerdə 35 dənə idi də. Deməli, quzu 15-dirsə, ördək 20 dənədir. Deyir, quzuların sayını neçə faiz artırsaq? Baxaq, 15-in neçə faizi 20-yə bərabərdir? Tapaq. Bunun üçün 20-ni 100-ə vurub 15-ə bölmək lazımdır. Deməli, quzuların sayını neçə faiz artırsaq ördəklər qədər olar. İxtisar etsəm, 3 dəfə 4, 400-ü bölürəm 3-ə. Deməli, 3-də 400 faizi, quzuların sayının 3-də 400 faizi ördəklərin sayına bərabərdir. İndi bu neçə faiz artırmış olur? Quzular, ördəklər 100 faiz idisə, deməli bundan çıxıram 100 faizi, görün mən neçə faiz artırmalıyam? 400-dən çıxıram 300-ü, eləyir 100 böl 3. Yəni 33,3-də 1% mən artırmalıyam ki, quzuların sayını 33,3-də 1% artırmalıyam ki, gəlib ördəklərin sayı qədər olsun. Baxaq növbəti suala. Növbəti sual isə, deməli, 30-cu sual. Həyətə neçə ördək gətirilməlidir ki, ördəklər və quzuların ayaqlarının sayı eyni olsun? Həyətdə ördək, bir də quzu. 15 dənə quzu var idi, 20 dənə ördək var idi. Neçə dənə də ördək gətirməliyəm ki, 20 dənə ördəyin neçə dənə ayağı var? Hər ördəyin 2 ayağı var da, 40 dənə ayağı var. 15 dənə quzunun neçə dənə ayağı var? Hər quzunun 4 ayağı var. Deməli, 60 dənə ayağı var da, 15 dənə quzunun 60 dənə ayağı var. Deyir, neçə dənə də 40-ın üstünə neçə gəlsəm 60 edər. 60-dan 40-a çıxıram 20. Deməli, 20 dənə də ördək ayağı olmalıdır ki, ördək ayağı ilə quzu ayaqlarının sayı eyni olsun. 20 dənə ördək ayağı olması üçün neçə dənə ördək lazımdır bizə? Hər ördəyin 2 dənə ayağı var axı. 2-yə bölürəm. Deməli 10 dənə də ördək gətirilməlidirlər ki, onların ayaq sayları bərabər olsun. 30-da da doğru cavab 10-a bərabərdir. Belə, bugünkü sınaqda düşən riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.